Düzbucaqlı üçbucağın sahəsinin tapılmağına aid bir sual. Baxın, mən deyirəm, üçbucaq sualından 100% məncə sual düşəcək. Üçbucaq sualından nə sual düşər? Üçbucağın bucaqlarını verər, üçüncü bucağı soruşar. Məncə elə bu düşəcək nəsə. 2 dənə bucağını verəcək, birincini soruşacaq. Ya da düzbucaqlı üçbucaqdan Pifaqor teoremi tətbiq eləməylik bir yer verəcək. 6-8 verəcək, deyəcək hipotenuzu tap, ya hipotenuzu verəcək katetlərdən birini istəyəcək. Ya da ki, bunu. Məncə bu 3 sual tipindən biri düşəcək üçbucağa 100%. Katetləri 12 və 18 olan düzbucaqlı üçbucağın sahəsini tapın. Bax, düzbucaqlı üçbucağın normalda üçbucağın sahəsi ilə tapılır? Heron düsturundan. Mən oradan açılış versəm də gəlib bura çıxacam. Amma indi isbata vaxt yoxdur, çünki videonu TikTok atıram, o da uzun olur. İsbat verərdim yoxsa. Baxın, düzbucaqlı üçbucağın sahəsini tap deyəndə katetlərdə varsa katetlərin hasilinin yarısı. S düzbucaqlı üçbucaq, S üçbucaq bərabərdir nəyə? Katetlər, yəni A vurulsun B bölünsün 2. Buradan da S üçbucağı tapanda katetlər nə idi? 12, o bir nə idi? 18. İndi arada vurma var, bölünsün 2. Buradan da 12 ilə 2-ni ixtisar elə, vur 18-ə, 108. 6 vur 18, 108. Nə variantı? C variantı.